Deməli, öncə iki xırda mövzuya münasibət bildirmək istəyirəm. Birincisi, Elçi bəy barədə qısaca deyim. Elin gözü tərəzidir. Elin gözü tərəzidir. Dəyərli vətənlərim, əvvəllər var idi, Elçi bəyin ad günü, ölüm günü, anım günü, nə günü. Sosial şəbəkələrə, Facebooka girmək olmurdu. Xüsusilə də cəbhəçilər başda olmaqdan geri zəkalı xalqın böyük bir toplumu başlayırdı Elçi bəyi paylaşmağa, şəninə çox şeylər deməyə, yazmağa. İndi maşallah olsun, baxıram 5-6 qotur gədədən başqa, 5-6 qor qoturdan başqa heç kim Elçi bəyi paylaşmır. Zaten o 5-6 qor qotur paylaşsa da demək olar ki, elə onun dostluğunda olanların 99%-i Elçi bəy lehinə nəsə yazmır və bu onun göstəricisidir ki, xalq ağı qaradan seçə bilir, xalq bilir ki, bu paz, buna girən paz, bizə girən paz bəs hardandır, mənbəyi hardandır, hansı ağacın budağındandır, bu Elçi bəydən başlayır dəyərləmədən. Xalq artıq bunu bilir. Və bildiyiniz kimi bir əvvəllər də var idi, Elçi bəyin anım gününə yığılırdılar cəbhəçilər, o it otu bağa yarpağı gedirdilər. İndi ya getmirlər, Elçi bəyin ümumiyyətcə ölüm günü, anım gününə, doğum günü ya getmirlər, ya da Məmməd Əmin Rəsulzadə 28 mayda müəyyən belə bir-iki ildə bir ya iki dəfə Məmməd Əminlə adlı bağlı tədbirə gedirlər. Məmməd Əminə görə gedirlər. Ay qardaş, Elçi bəy KGP-nin zabiti olubdur, Heydər Əliyevin işçisi olubdur, Elçi bəy vətən xaini olubdur. Bir dənə bu günə kimi bir göt verən gədə çıxıb mənə bu sözümün alternativini, əksini sübut eləyə bilmədi. Bu günə kimi bilmədi. Bu öz yerində. İkincisi, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, nə ilə əlaqədərdir? Bizim millətimizin geri zəkalı, axmaq olmasından əlaqədərdir. Yəni, hamıya aid deyil də, yarısına, yarıdan çoxuna aiddir. Bu şəkilə bax, deyirlər ki, bəzi gicdallahlar deyir ki, bəzi gicdallahlar deyirlər, sürət yaxşı oğlan olub, bəzi gicdallahlar deyir, yox, Rəhim Qaziyev Ağsaqqal kişidir, yaxşı oğlan olub, bunların yaxşı götünə qoyasınız siz. Bu şəkilə baxın siz alın. Bu şəkil hər şey deyir, baba. Birinci, Rəhim Qaziyev Çumonun biri olubdur. Riyaziyyat müəllimi olubdur, Rusların tapşırığından Elçi bəy onu müdafiə naziri təyin edib. İkinci, baxın bunlara. Baxın, ay millət, baxın. Rəhim Qaziyevə baxın, sürətə baxın, Heydərə baxın. Bunlar hamısı bir amcıq yalayan olublar. Bunlar hamısı bir göt yalayandır. Elçi bəy, Heydər, bunlar hamısı bir oğraşdır. Hamısı. Mənə gəlib kakalamağa çalışmayın, məni anlatmağa çalışmayın ki, Elçi bəy yaxşı oğlan imiş. Nə bilim, neyini yirmiş, rüşvət yiyən olmayıb, onu yiyən olmayıb və göt oğru göt, KGB-nin zabitləri. Öləndən sonra bir də görürsən, medallar gəldi, bir meşox, medal, gramota, pulu gəldi ki, bax, bu kənddə filan nənə, filan çoban baba, KGB işnik olubmuş, bax, Rusiyadan onun gəldi medallar. Elçi bəy Heydəri gətirmək üçün, KGB-nin tapşırığını yerinə getirmək üçün ac da qalacaqdı, suz da qalacaqdı. O nə deməkdir ki? Cic yığını cic, axmaq yığını axmaq. Ona görə Xalq Cəbhəsinin sıraları gündən-günə azalır. Ona görə Xalq Cəbhəsinə inam gündən-günə azalır. 5000-dən çox adam baxır, bax. Ağayrız baboş. Ona görə Xalq Cəbhəsinin sıraları azalır, inamsızlıq var yüksək səviyyədə. İçindəkilərin də yarıdan çoxu hökumətə işləyir. Ona görə. Çünki Xalq Cəbhəsi Elçi bəy yolu gedir. Şəxsən mən özüm. Elçi bəy yolu getdiklərinə görə onlardan şübhələnirəm. Yoxsa ölümünə həmişə kimi dəstəkləyərəm, yenə dəstəkləyirəm, amma onlar Elçi bəy yolu gedirsə mən o yoldan şübhələnirəm. O yol xəyanət yoludur.
Mən hələ görmədim ki, bir çayxana uşaqları da var, geri zəkalar yığışıblar elə ya o partiya, bu partiya, o hökumətin adamları. Onlar da Elçi bəy. Nə Elçi bəy? Gicdallah. Nə Elçi bəy? Çıx mənim 2 dənə sualıma cavab ver Elçi bəy barədə qoy. Salım səni nakauta. Qalasan çabalaya. Elçi bəy. Mənim anamı ona görə dombaldıblar. Mənim nəslimi ona görə dombaldıblar. Mənim həyatımı, təbəssümü, gələcəyimi ona görə uğrayıblar. İşin mənbəyi Elçi bəydir. Nə danışırsınız, gicdallahlar? Burada deyir ki, biri yazır, kişi sənsə Azərbaycana gəl. Mən sənə deyir, Elvin Yolçiyev. Mən sənə deyirəm, ha. Gəlməyən kişi oğlu deyil, kişi deyil. Gəlməyən kişi oğlu deyil, kişi deyil. Sən bir dənə atveçat ol, yaz cinən. Belə gələcəksən Azərbaycana, buradan girəcəksən, burada oturacaqsan, bax burada, bu danışığını burada danışacaqsan. Bu nədir? Sənin ana bacının ağzına qıfdan işiyim mən. Sənin ana bacının ağzına elə verim ki, daşacaqlarım da girsin ağzına. Yolçiyev, Elvin. Uğraş oğlu, uğraş. Tofiq Yaqubunu qoyurlar danışmağa. İtdən əmələcəkən. O boyda dünya səviyyəli şəxsiyyət Quba Dibadoğlu'nu qoyurlar danışmağa. Gicdallah oğlu gicdallah. Qəhbənin balası. Azərbaycanda ancaq bədənini və şərəfini satanlara yer var. Türmə dolu bəy 2 saatdan 1'ə salıblar yatmağa. Qəhbə balası, qəhbə. Gəl deyir Azərbaycanda danış. Şərait yarat gəlim, gəlməyən uğraşdır. Gicdallah oğlu gicdallah. Gəl Azərbaycanda danış. Yaxşı. Avropada danışmaq belə hasan deyilsə, sənin də nəslinin yarısı Avropadadır. Çıxsın biri bir kəlmə danışsın da. 800 min Avropada, 1.200.000 də Şimali Amerikadadır. 2 milyon Azərbaycanlı. Belə danışmaq hasan deyilsə, 5-10 nəfər bloger olmayardı da, 5-10 nəfər. Fikir ver, 100 minə bir dənə bloger düşür bana. 2 milyon adam var Avropa və Amerikada. Təmiz danışan, təmiz mübarizə aparan, təmiz. Heç 20 nəfər yoxdur. Heç 20 nəfər yoxdur. Sizin o təmiz hesab elədiniz Osman qızı, o biri qızı, Qurban, onlar hamısı hökumətin adamıdır. Bu bizi söyənlər, müxalifətçilik eləyənlər, hamısı hökumətin adamıdır. Göt uşağı göt. 5-10 nəfər normal adam var, uzaq 10 nəfər. Hər 200 minə bir dənə bloger çıxır ortaya. 10 nəfər də yoxdur. Kimdir 10 nəfər? Kimdir 10 nəfər? Qoyun mən. Deyin görüm kimdir 10 nəfər? Məhəmməd Mirzəli pulunu istəyir, mübarizə aparmır. Məhəmməd Mirzəli pulunu istəyir, mübarizə aparmır. Sonra kimdir? Turan Sadıqlı jurnalistdir, çörəyini qazanır o. O çörəyini qazanır, jurnalistdir, onun işi odur. Qurban Məmmədov pulunu qazanır, işi odur. Aba TV Teymur məmurların pulunu fırlayır, tikinti şirkətləri var. Mən bir toyuq damı tikənmirəm, o binalar tikir Avropada. Elşad Məmmədov, mənim qardaşım, canım, ciyərim. Haqqını istəyir, 2 dənə evimi deyir, ver, məndən bir işim var siyasətdə. Danışmaq istəmirəm, deyir mən. 2 dənə evini istəyir. Manaf Cəlilzadə, bilmirəm o nə istəyir. Mən bildiyim qədərindən deyəsən o da 1 milyon təzminat söhbət eləmişdi. Bir balaca o baxırsan ki, nəsə biri var Əliyevin getməsini istəyəsən, sona qədər mübarizə aparasan. Bir də var dolanışıq xatirini eləyəsən bunu. Sonra digər kim qaldı? Xoruz Oğuz, xoruz. Pul qazanır orada. Şantajdan məşğuldur. Bir dənə burada sayılı, Leyla, bu nədir o? Osman qızı hökumətin adamdır. Kim qaldı? Kim qaldı? Kim qaldı? Bir təmiz qalan orada Qənimət olubdur. Qənimət. Natiq Adilov, İlham gedənə. Yəni bunlar gedənə kimi mübarizə aparmağı düşünürlər də. İlham gedənə kimi. Da bunlar pul verim, çəkilim söhbəti yoxdur bunlarda. Mənim təzminatımı ver, çəkilim söhbəti yoxdur. Leyla Yunusdur, Arif Yunusdur.
Sonra bir-iki dənə Emin Əhmədbəyli deyir, risk eləyir, adam deyir, Qabil mənə başı ol deyir, mən deyir ona başı ol deyirəm, o da mənə dayı deyir. Əlimdən gələn dəstəyi verirəm deyir, hər yer, Daşbada da, burada da, hər yerdə. Qənimətin efirində deyil birbaş. Yəni, mübarizə aparırlar, amma 100.000 versələr, çəkiləcəklər. Çox əksəriyyəti. Kimsə öz haqqı üçün mübarizə aparır. Kimsə məni kimi İlhamı yıxıb, onun yerinə gəlmək üçün mübarizə aparır. Ya mən gəlməsəm də onun yerinə bir şərəfli adamın gəlməsi üçün mübarizə aparır. Kim qaldı? Parmağınızla sayın görüm kim var? Kim YouTube kanalını açır? Saatına saat, dəqiqəsinə dəqiqə, 1 saat, 2 saat yayımda olur. Kim deyil adam, mənə göstər. Təmiz adama. Kimdir? Qardaş, cəmi 5-6 adam qalıb. 5-6 adam qalıb. Və salam, qutardı getdik.